proqramçı bizim Əli Usta burada efirdədir. Salih Usta həmçinin və hər ikisi də 2 saat boyunca suallarınıza cavab verəcək. Ramaliko elə araya salım Əli Usta öz fikrimdəki olan sualı verim. Çox adama maraqlıdır. Bu Çin avtomobillərin bu qəza anında, qəza da olmur ha. Sadəcə olaraq hər hansı bir təkərin bir yerə toxunuşu ilə bağlı avtomobil rejimə düşür. Ailəli getmisənsə, içəridə uşaq varsa qaldı avtomobil orada. Hər kəs öz üçün minməlidir taksiyə, getməlidir evinə, eşiyinə, avtomobil qalmalıdır orada. Avtomobilin yiyəsi qalmalıdır orada. Proqramist dəvət eləməlidirlər. Onun əgər Bakıdadırsa o gələ bilər. Bakıda deyilsə evakuatorla haralarasa yaxınlaşdırmalısan. Yəni bunu deaktiv eləmək olmurmu? Mən istəmirəm bu şeyi. Yəni tamamilə o nəyə görədir? Bəlkə deyirəm elektrik sahəsi ilə bağlıdır ki, hər hansı bir cəryan vurma mı, nəmi? Ona görə bloku tamamilə deaktiv edir burada. Bəli, bu avtomobillər... Və yaxud da özür istəyirəm Əli Usta. Və yaxud da belə deyək də, əsas elə bir sanki rubinlik atır. Birbaşa elə sanki yox, elə rubinlik atır tamamilə elə ki, avtomobil olur dəmir parçası. Deməli, bu nədən irəli gəlir? Salih Usta bunu deyim və izləyicilər də onsuz da eşidir bunları. Bunun səbəbi bu avtomobillərin plug-in hibrid olmağıdır. Və siz bu qəza rejimini Prius'da, misal üçün Toyota markalarında görmüsünüz. Görə bilərsiniz. Necə görə bilərsiniz? Sadəcə 20-30 km yavaş sürətdə bunu aradan qaldırmaq olur. Yəni get-gedə özü çıxa bilir. Və yaxud balansın znakı yanır ki, yəni balans pozulmuş kimi göstərir. Amma Çin avtomobillər plug-in hibrid olduğu üçün onlarda batareya var. Bu batareya olduğu üçün təhlükəli bir sistem sağlayır. Avtomatik hibrid sistemini bloklayır. Hibrid sistemi bloklandığı üçün maşın qəza görübsə artıq crash testi də yalnız açan yəni ustalar tək-tük deyil. Yəni artıq bir çox adam bunları eləyə bilir. İxtisaslaşıb artıq. Bəli, ixtisaslaşmış ustalar eləyir. Sözsüz ki, indi bir çox insanlar var ki, hərənin əlində bir cihaz, bu işi görməyə çalışırlar. Amma hamı öz işini bilsə, biz bir neçəsinə Əli Usta zəng vurduq, dedi gəlib aradan qaldıracam yox, siz demişkən, gəlib çalışacam açam, belə dedilər onu. O çünki öz işinin mütəxəssisi deyil. Çalışacam açam, dedim biz səni 1 saat gözləyək, burada 2 saat gözləyək, sən də gələsən bu prosesi edə bilməyəsən, bir də başqasına bir müraciət eləyək. Onda Əli Ustanı biz tanımırdıq və 3-4 dənə yerə zəng vurduq, dedi gəlib yoxlaya bilərəm, ancaq belə. Bu, yəni ümumiyyətlə işinin mütəxəssisi deyil və yaxud belə deyim, satıcıdırmı, sonradan bu işə giribdir. Kompüteri götürüb əlinə deyir ki, mən də bacarmam. Sadə bir kompüterdə alıb əlinə, bir dənə də şunurda alıb əlinə, özü üçün ərazini gəzir. Amma onu eləmək heç də asan deyil. Bəli, onu etmək heç də asan bir üsul deyil. Yəni sürücü özü mümkün deyil də bunu etmək. Təcrübə tələb edir. Xeyr, sürücü heç cürə bunu edə bilməz. Edə bilməz. Xeyr, mümkünsüzdür sürücünün bunu etməyi. Onsuz da bu sahə üzrə formalaşmaq istəyən çoxdur, amma belə necə deyim, sahəni tam anlamayıb formalaşırlar. Yəni bilən, bilməyən var. Misal üçün proqramist öz sahəsində yaxşıdır. Bu gedib başqa yerdə motor və mühərrik korobka yığa bilməz. Bu olmaz. Bəli, bu mümkünsüzdür. Hər hansısa bir yağ dəyişmə servislərinə baxırsan, hər hansısa bir başqa sektorlara baxırsan ki, bu adam burada kartof satır, soğan satır, amma neynir? Əlində bir kompüteri var, oturub orada. Cəhd eləyir ki, bu işi görsün. Cəhd göstərir ki, bu işi görsün. Amma bu avtomobilin bunun içindən xəbəri yoxdur. Sabahçı gün buna zəng gəlib soruşanda ki, mən bunu burada bu şeyi tapa bilmirəm. İndi işi bilən mütəxəssislər bunu şifahi olaraq bilir, yadında, yaddaşındadır. Amma bu insan onu bilmir. Deyir, gözdə mən sənə yığıram. Bir dost tapır, bir tanış tapır, o üsullarla, yəni birindən deyir, buradan mənə video at, oradan at, bu göndərim onun müştəriyə, lic bir razı salır. 1 ay, 2 ay suallarını cavablandırır, sonra zəng elədi, avtomatik ya bloka atır, ya bir şey deyir. Hələ bir sual da verim ki, bu nə qədər zəmanətlidir sizin bu yazdığınız proqramlar? Bu zəmanət... Bir ara çıxmışdı ki, bu yenilənmə, yenilənmə versiyalarla bu dəyişəcək, bu belə, yəni bu nə zamana qədərdir? Əgər bu avtomobildə Zavodskoy ingilis dili varsa, yəni istehsalçı tərəfindən ingilis dili ilə təchiz olunubsa, o aktivasiya olunanda silinməyəcək. Hər hansısa bir yeniləmə zamanı. Yox, əgər o avtomobildə sırf ingilis dili də varsa, sən əlavə buna Azərbaycan, Rus və bəzi dillər istəyirsənsə, bəli, yeniləmə zamanı siz bundan mərhum olacaqsınız.
Yəni bu itəcək. Və yeniləməyə verilən qarantiyalar var. Və bu qarantiyalı ödənişi də var, qarantiyasız ödənişi də var. Adam var ki, deyir mən ümumiyyətlə yeniləmə etməyəcəm. Adam da var ki, deyir qardaş, mən 10 dənə də yeniləmə gəlsə hamısını yeniləyəcəm. Bəli, hamısını yeniləyəcəm. Avtomobil var ki, onu yeniləməyə ehtiyac yoxdur. Səbəb çünki orada heç bir yenilik gəlməyəcək. Bu avtomobil artıq geridə qalmış sayılır. Nə olsun ki 2025-dir və ili təzədir. Fərq etmir markasından, modelindən. Əgər onun dilini, proqramını dəyişmək olursa da, yəni ona yeniləmədə heç bir funksiya əlavə olmursa mümkün deyil də, yəni ora nəsə əlavə etmək və yeniləmək də belə deyim də yaxşı bir əlamətdir. Amma funksiya yoxdursa yeniləmək tövsiyə olunmur. Yəni bayaq dediniz ki, digər sənət sahibləri, mənim kimi lap mühərrikçilər olsun və yaxud da ki, digər sahələrə baxan bu proqram işinə girməsələr yaxşıdır. Çünki mən belə düşündüyüm kimi siz özünüz də özünüzü yeniləyirsiniz. Gecəni səhərə qədər ya və yaxud da ki, sutka boyunca özünüzü bunun üzərində işləyirsiniz ki, yeniliklərə ayaq çatdıra biləsiniz. Yəni bu o iş deyil ki, yarım saat məşğul olun, bunları edim. Mən belə düşündüyüm qədər elə deyil. Bu heç nə yarım saatlıq işdir, nə 3 günlük, nə 3 saatlarla işlərdir ki, onların üzərində aylar alır və günlər alır. Bəzən insanlar soruşur ki, siz bu avtomobil gələndən sonra bu işi gördünüz və biz bunlara cavab veririk ki, sizə maraqlı olan tərəfi nədir, bizə onu deyin. Xeyr, bu sualın cavabını buradan deyim. Biz bu avtomobillər gələndən bu işi görmürük. Biz bir çox vaxtı, bir çox müddətdir bu işi görürük. Sadəcə olaraq bəzi boş suallar gəlir. Yorucu suallar. Bəli, günə neçə dənə maşın yazırsınız? Yəni bu məncə kiminsə marağında deyil. Kiminsə marağındadır, əgər gəlsin otursun yanında. Bəlkə sizin gəlirinizi hesablamaq istəyir. Əlbəttə çox deyil. Bu yalnız Çin avtomobillərinə aiddir. Bu yoxsa versiyaların yazılması, dil dəyişimi yoxsa Yapon, Koreya, Amerika, Koreya avtomobillərinə də. Yəni Tesla'da da bunu edirsiniz? Bəli, Tesla'da da bunu edirik. Tam rəsmi qaydada. Eyni ilə bu şeydəkilər kimi. Eyni ilə bu qaydada sadəcə olaraq belə deyim də, Tesla'nın ümumi olaraq içində zavod tərəfindən ingilis dili mövcuddur. Yox, siz əgər deyirsinizsə, mən 50 min verib, 60 min və yaxud bir nə qədər pul verib Tesla model falan almışam, yəni istəyirəm rus dildə olsun. Bəli, istəyirəm rus dildə olsun, belə deyim də, yüksək bir ödənişlə olur bunlar hamısı. Amma olur, mümkündür. Mümkünsüz olmayan yox. Koreya avtomobilləri neçənci illərindən sonra bu mümkündür? 2021-ci ilin üst modellərinə. 2021 isə bura bəzi modelləri daxildir. Hyundai Kia'nın proqram təminatları onlarda dəyişilir, eyni ilə Çin avtomobilləri. Bəli. Çox sağ olun, təşəkkür. Buyurun.